İnsanlar ümid eləyirlər ki, gediş haqqı 10 qəpik qalxandan sonra bütün sərnişinlər, yəni 60 qəpik pul verir və 60 qəpiklik xidmət əldə eləsinlər. Yəni ayaq üstə nəfəslikdən boylanmaq, qapıda sıxılıb qalmaq, sallaşmaq avtobusdan yox, oturmaq normal ölkələrdə kimi oturub sərnişin yerlərində oturmaq, vaxtında bir məntəqədən digərinə çatmaq və digər məsələləri nəzərdə tuturam. Yəni bu qədər adam. Bu ümumiyyətlə 142 nömrəli avtobusun oturmaq üçün insanlar başlayırlar minməyə, avtovağzal metrosundan çıxırlar. Bu Masazırdan gəlir, orada saxlayır, ona minirlər. Digər hissəsi sərnişinlərinin durur Şamaxinka adlanan o Moskva indiki prospekti olan ərazidə dururlar orada, minirlər. Bu da gəlir bura bunun start və son dayanacağıdır. Buradakı insanlar da ora getməyə ərinənlər belə bir mənzərə ilə qarşılaşırlar və bir təhər soxulmağa çalışırlar. Sözün əsr mənasında soxulmaq. Qapı bağlandı, şükürlər olsun buna, həqiqətən də. O böyükdür, amma bu avtobus çox kiçikdir.